Salam uşaqlar. Bugün sizə söz verdiyim kimi surət qrupuna atdığım imtahan tipli deyil, ümumi imtahanda istifadə etdiyimiz sualların özüdür. Və orada yüksək bal verən adətən demək olar ki 60, 70, hətta deyərdim 80% hər il oxşar tipli suallar salır. 20-30% fərqli suallar düşər. Yəni bu tipli sualları işləməklə siz imtahanda heç olmasa 17-18 dənə düz yazmış ola bilərsiniz bu sualları işləməklə. Mən sizə imtahan tipli deyil, ümumi imtahanın özündən olan sualları hər il təqdim olunmuş, eyni tipli, yəni bu tipli suallar təqdim olunur. Gəlin suala baxaq. Birinci sualımız olur. Aşağıda üfüqi istiqamətdə verilmiş. Üfüqi istiqamətdə verilmişlər olur bizim sadə vurğularımız. Yəni sadə vurğular hansılardır? 2 üstün. Biraz qalınladım ki, yaxşı görsənsin. Sizin üçün. Qalınlaşdıraq. Aha. Demək olur 2, sadə vurğularımız 5 və 7 rəqəmlərindən istifadə olunmuşdur. Yaxşı, 2 ədədindən baxaq neçə dənədir? 3 dənə. 5-dən neçə dənədir? 4 dənə. 7-dən neçə dənədir? 5 dənə uşaqlar. Və bizdən sual verir. Diaqramda A ədədinin sadə vurğularının sayını tapın. Sadə vurğu deyərkən hal-hazırda biri var sadə vurğu, biri var sadə bölən. Sadə vurğu dedikdə, yəni 2-dən neçə dənədir? 3 dənə 2'miz var. 5 dənə, 4 dənə 5'imiz var və 5 dənə də 7 sadə rəqəmimiz var. Toplayırıq, sadə vurğularımızın sayı olur 12. Yəni bizim açıq tipli sualımızda sadə vurğuların sayı olur 12. Yox, əgər bu sualda sizə bir neçə tip sual verə bilər. 1, 2, 3, 4. Birincisi sual verə bilər sadə bölən. Sadə bölən. Sadə rəqəmlərdən hansılara bölünür bu ifadə? 2-yə, 5-ə və 7-yə. Yəni qısası sayı neçədir? 3 sadə bölən desəydi. Biri də var sadə vurğu. Sadə vurğu dedikdə uşaqlar, yəni neçə dənə sadə rəqəmimiz var? Deyirsiniz 3 dənə 2'miz, 5 dənə 4 dənə 5'imiz və 5 dənə 7'miz var. O zaman sualların sayı olur 12, hansı ki indi soruşdu olmaz. Bir də var müxtəlif sadə vurğu uşaqlar. Müxtəlif sadə vurğu dedikdə nə olur uşaqlar? Baxırıq, müxtəlif sadə vurğulardan müxtəlifləri 2'dir, 5'dir və 7'dir. Neçədən olar? 3 dənə. Və sizə bu tipli, bu 3 dənə sual sayını qarışdırmamağı tövsiyə edərəm. Amma hal-hazırdakı sualımız bizim sadə vurğuların sayıdır. O isə neçə olur? 12 olur. Növbəti sualı keçid eləyək. Gəlin. Ekranımızda saxladığımız növbəti sualımıza baxaq. Növbəti sualımızda deyilir ki, K plus 2 bölünsün 100K plus 47 kəsirini tam ixtisar etdikdə n bölünsün n kəsiri, n bölünsün m kəsiri alınır. Və əbob m üstü 5, n üstü 5 verilib. Və m də naturaldır, n də naturaldır, k da naturaldır. Yəni kəsr ədədi alına bilməz. N burada niyə verilib uşaqlar? N bölünsün m kəsiri tam ixtisar olunub. Yəni K plus 2 bölünsün 100, K plus 47 kəsirini ixtisar etdikdə n bölünsün m alınır. Yəni artıq n və m qarşılıqlı sadədirlər. Qarşılıqlı sadədirlər. Niyə? Çünki artıq bunların ortaq birdən başqa ixtisar olunan rəqəmləri yoxdur. N və m qarşılıqlı sadədirlər. Məsəl üçün tutaq ki n 2'dir, tut ki m 3'dür. Artıq ixtisar olunmurlar. Qarşılıqlı sadədirlər. Yəni artıq ixtisar olunur. Bura baxırıq. Əkob m
üstü 5 ve n üstü 5 bərabərdir 7 üstü 10. N və M artıq dedik qarşılıqlı sadədirlər. Qarşılıqlı sadələrin kübü nəyə bərabərdir uşaqlar? Onların hasilinə təbii ki. M üstü 5 vurulsun N üstü 5 bərabərdir 7 üstü 10-a. Və biz də bilirik ki, əgər əsaslar fərqli, qüvvətlər eynidirsə, bizim ortaq qüvvəti mötərizə xaricini çıxarma ixtiyarımız var. Bu isə 7 üstü 10 deməkdir. İxtisar aparıb qüvvətlər 7-nin kvadratı qalır. Yəni M vurulsun N bərabər olur 49-a. Artıq M və N qarşılıqlı sadədir. Əvvəlcədən biz şərtimizdə bizə verilib ki, ixtisar olunub. Yəni ortaq heç bir şeyləri yoxdur. 2-3-ü məsəl üçün özüm qoymuşdum. Silirəm ki, çaşmayasın. Burada M-ə 7, N-ə 7 verə bilmərəm. Çünki qarşılıqlı sadə olmur. Deməli, bu şərt ödəmir. Hansı şərt ödür? 49 vurulsun 1. M-ə 49, N-ə 1. Bəs N-ə 49 verə bilərikmi? Xeyr. Çünki bu kəsr olduğu üçün surət kiçik, məxrəc böyük olmalıdır. Onun üçün M 49, N isə 1 olur. Və aparıb yerinə qoyuruq. Şərtimizdə K plus 2 bölünsün 100, K üzərinə gəlinsin 47 bərabərdir. N-imizə 1, M-imizə 49 yerləşdiririk və çarpaz vurub həll etməyə başlayırıq adi tənasüb kimi. Və burada 1-i 100K plus 47-yə vururuq. 100K plus 47-dir. 1-ə vurduqda elə 100K plus 47 alınır. K plus 2-ni isə təbii ki, vururuq 49-a. Vurub açıb həll edirik. 100K üzərinə gəlinsin 47 bərabərdir. 49-u K-ya vururuq 49K. Üzərinə gəlsin 49-u 2-yə vururuq olur 98 və buradan 100K-dan təbii ki çıxırıq 49K-nı. Bu da bərabərdir 98 çıxılsın 47-yə. Və buradan 100K-dan 49K çıxanda qalır 51K. Bərabər 98-dən 47 isə çıxanda qalır 51 yenə. Qısası K bərabərdir. 51-i 51-ə bölürük. 51 bölünsün 51. Bu isə verir bizə 1. Yəni K-nı tapdıq 1. Bizdən nə soruşulurdu? Soruşulurdu ki, M, N, K-nı toplayın. M, N, K. M-imizi artıq tapmışıq. 49 olaraq bayaq tapdıq. N-imizi 1 olaraq, hətta K-mız da 1 çıxdı. Cavab elədi 51. Bu bizim ikinci misalımızın həlli. Keçək üçüncü misalımızın həllinə. Qısası cavab elədi 51. Üçüncü sualımızın izahı. Üçüncü sualda artıq üçüncü sual. Əküb AB vurulsun əbob AB bərabərdir 300 verir. Və sizdən ortaq olmayan sadə vurğuların hasilini 12 olaraq qeyd edin. Bizə əbobu soruşur. Uşaqlar, əküb düsturlarımız var. AB vurulsun əbob AB bərabərdir 300 verir. Biz əkübün bir dənə də düsturu var idi. Əküb AB bərabərdir əbob AB vurulsun C. C isə ortaq olmayanların hasilidir. Bu da yerinə qoyuruq. Əkübün yerinə əbob AB vurulsun C vurulsun əbob əkübün yerinə yazdıq. Sonra əkübü nəyə vururuq burada? Vururuq. Bura belə yazaq, çaşmayaq. Vurulsun əbob AB-yə. Bu da bərabərdir 300. Əbob AB vurulsun C. O da vurulsun əbob AB.
Əbuba baba vuranda olur. Əbub kvadrat vurulsun C bərabərdir 300. Bizə də C-ni artıq 12 olaraq verib. Əbub kvadratda bərabərdir 300 bölünsün 12-yə. Əbub kvadrat AB-miz bərabərdir 312-yə bölək. 2 dəfə 24, 60-ın içində 12, 5 dəfə 25. Əbub AB bərabərdir kök altında 25. Təbii ki, əbubda mənfi müsbət yoxdur. Plus minus 5-dir. Sadəcə biz neçə götürürük? Əbubu tapdıq. Əbub AB-miz oldu müsbət 5. Deməli, cavab A variantı. Növbəti sualımız. 3 sualın artıq izahını verdik. İndi isə gəlir 2 sual cavablandırdıq. Bu isə üçüncüdür. Üçüncü sualımız eyni sual idi. Üçünü izah etdik. Dördüncü sual gəlir. Dördüncü sualda deyir ki, A bölünsün B bərabərdir 7 bölünsün 3-ə nisbətində olan 2 natural ədəd üçün əbub 5 əkubu tapın. Biz nisbətə tənasüb əsasən deyirik ki, A bərabərdir 7K və B bərabərdir 3K olur. Əbub AB bərabərdir 5. Əkub AB-ni tap. Aparaq yerinə qoyaq. Bizdə əbub A-nın yerinə qoyuruq 7K, B-nin yerinə qoyuruq 3K. Bu isə bərabərdir 5-ə. Əbub tapdıqda biz sadəcə ortaq olanları seçirik. Ortaqda hər ikisində nə var? K. K bərabərdir 5-ə. Ortaq 7K və 3K-da ortaq nə var? Sadə vuruqlarını ayırsaq, lapistik sizin üçün ayıraq. 7K-nı 7-yə bölürük K, K, 1, 1. Və 3K-da ortaq nə var? 3, 3-ə bölürük K, K, 1, 1. Yəni ortaq hər ikisində K. Əbubları 7K və 3K-nın olur. K bərabərdir 5. Artıq K-nı 5 tapdıq. A-ya biz demişdik 7K. Yəni 7 vuraq 5, 35. Və B bərabərdir 3 vuraq K. K da 5-dir. O da oldu 15. Qısası bizdən əkub A, A-nı artıq 35, B-ni isə neçə tapmışıq? 15. Və sadə vuruqlarını ayırırıq. 35 bölünür 5-ə, 7, 7, 1, 15. 3-ə bölünür 5, 5, 1. 35 və əkub necə tapılır? Ortaq olanların qeyd edirik. Bunlardan böyüyünü götürüb, böyüyün 35 və 15-dən böyüyü götürüb, balaca da ortaq olmayanı, yəni 3-ə vururuq. 35-i 3-ə vurduqda cavab eləyir 105. Deməli, bizim cavabımız əkub AB-mizin cavabı olur 105. Bu ikincinin dördüncünün izahı idi. İndi keçək sonuncu sualımıza. Sonuncu sualımız bu cürdür. M natural ədədini 5-ə böldükdə qalıqda 3 alınar. M kvadrat. M natural ədədini yazaq. 5-ə böldükdə qalıqda 3 alınar. Və bizdən M kvadrat üzərinə gəlsin 6M üzərinə gələk 5. İfadəsini 5-ə böldükdə alına biləcək. Böldükdə qalıqda neçə alınır? Uşaqlar, əgər bir ədəd digərinə bölünür və qalıq qalırsa, tam hissədə heç bir şey vermirlərsə, yəni ola bilər ki, bir dəfə də olsun, 2 dəfə də olsun, 3 dəfə də tam yerləşsin. Neçə dəfə tam yerləşsin, qalıq 3 qalır. Yəni qısası minimum yerinə sizin ixtiyarınız var ki, 1 qoyasınız. Yəni biz bölünəni tapdıqda böləni qismətə vurub üzərinə 3 gəldik. 5 dəfə 1, 5.
üzərinə gələk 3. Bu həmişə ödəyərmi? Bəli, həmişə ödəyər. Çünki məsəl üçün tutaq ki, biz m ədədini m deməyək, tutaq ki, 12 ədədini 5-ə böldükdə qalıqda neçə qalar? Bir dəfə. Bir dəfə üzr istəyirəm, 2 dəfə. 2 dəfə 5-im 10, qalıq qalar 2. Və hətta yəni 2 dəfə olmasın, hər neçə dəfə olur olsun böldükdə tam hissə neçə olursa olsun qalıqda 2 qalır. Yəni tam hissəyə minimum 1 qoysaq belə yenə qalıqda 2 alınacaq. Məsəl üçün çaşdıq, dedik ki 12-ni 5-ə böldükdə içində bir dəfədir. Hə, 5 çıxanda neçə qalır? 7. 7. 7-nin də içində yenə 5 var. Neçə dəfədir? Uşaqlar, yenə 7-nin içində 5. Yenə bir dəfə də tut ki, çaşdınız, yazdınız 5, çıxırıq, yenə qalıq 2 qalır. Yəni, düzdür, 11 eləmir 12-ni 5-ə böldükdə. Nə qədər çaşırsınızsa çaşın. Yəni, burada K-nın yerinə bir dəfə də olsa, 2 dəfə də olsa, 5 dəfə də içində yerləşsə, qalıq eyni cür qalır. Qısası, yəni, bölünən verilib, bölən verilib, natamam qismət verilmədikdə siz natamam qismətin yerinə 1 qoysanız belə cavabımız, qalığımız yenə 3 çıxır. M bərabərdir 5-i 1-ə vurursunuz 5, üzərinə 3 gəlirsiniz, cavab eləyir 8. Qısası, bölünəni tapdıqda böləni qismətə vurub, bölünəni tapdıqda böləni qismətə vurub, üzərinə də qalığı gələ bilirsiniz. Qısası, M-i tapdıq 5, aparaq, burada yerinə qoyaq, bərabərdir. M-in yerinə 8, 8-in kvadratı üzərinə gələk, 6 vuraq 8, üzərinə gələk 5, bölünsün 5, bərabərdir. 8-in kvadratı 64, 48 və 5. Toplayıb yenidən neçəyə bölək? 5-ə. Bu da eləyir bizdə 2, 1 yadda, 112 üzərinə 5 gəlir, 117. 117-ni də bölürük 5-ə. Təbii ki, 11-in içində 2 dəfə, 1, yuxarıdan 7-ni salırıq, 3 dəfə 5, 15, qalır, yenə qalır neçə? 2. 2, yəni bu ifadənin m kvadrat üzərinə gəlsin, 6 üzərinə gələk 5-i, yenidən 5-ə böldükdə qalıq neçə qalır? 2. Bu qədər. Bugünkü gün üçün bu qədər. İnşallah növbəti suallarımız gəlir və bir gün sonra yenə hər birinin video izahı təqdim olunacaq sizə.